Hörmətli izləyicilər, biz gəlmişik burada nasos təmir eləməyə. Burada nasos təmirini etmək üçün qabaq baxdım, gördüm ki, düzgün qoşmurlar da nasosu çənə. Çənin çıxışında kran qoymalıydılar, qoymayıblar. Həm də ki, gidrafonla nasosa düzgün qoşmamışlar. İndi burada problem çıxıb, indi biz suyu boşalmalıyıq, çənin suyunu tamamilə. Ki, ora həm də kran da qoya bilək, həm də təmir eləmək olsun da bu nasosu, gidrafonu. İndi biz qoşuruq suyu. Suyu qoşalım. Boşaldığım xətti. Su xəttini. Suyu boşalmaq ki, bura kran qoya bilək. Burada ustalar düzgün birləşdirməyiblər, yəni torbaları da, nasosa. İndi biz onları yenidən birləşdiririk, kəsib birləşdirəcəyik. İndi hazırlayıram bunu. Nasosu hazırladım gidrafonla. İndi qalıbdır torbaları birləşdirmək. Bu kranlar saxlamır, həm də tez-tez bundan su axır gəlir. Bu kran saxlamır. Ya, bunu bağlayaq. Ütünü ver. Bir daha. Bunu ərdəndə qızdıranda plastiki də nə çox qızdırmaq olmaz, nə az qızdırmaq olmaz. Normasında qızdırmaq lazımdır. Onu usta özü bilməlidir. İşlədən usta. Şimdi
Bir şey koyalım. Motoru buradan koyacağız. Hə? Motorun yeri ora olacaq. Hə, burada olacaq. Motor belə olacaq. Burada biz məcburuq da motoru bura qoymağa. Çünki burada torba bastırıblar. Bura həm də balaca yerdir, qısa yerdir. Çox ərazi, yəni bu ərazi çox balaca olduğu üçün biz motoru biraz belə verməliyik ki, burada biraz boşluğu yaransın ki, buradan torbanı gətirə bilək. Yoxsa çox yaxın yapışdırırsa o problem açacaq. Yapışdırma olmayacaq. Həm də ki, çox dibdən də yapışdırma olmaz da. Amerikankanı, kranları dibdən yapışdırma olmaz. Hamısı qaydasında olmalıdır, normasında. Hörmətli izləyicilər, buradakı problemlər həllidir. Turbalarda problemlər vardı, bir də kranlarda, həm də gidrafondan nasosda da problem var idi. Onları kəsdik, düzəltdik, quraşdırdık, heç bir problem yoxdur indi. Su nasoslarının təmini ilə əlaqədar köməyimizə ehtiyacınız olarsa, videonun altındakı nömrəmizə zəng vura bilərsiniz. Videonu bəyənin və Xahiş edirik, videonu bəyənin və kanala abunə olun.